xanım, mənə maqnezium, kalsium, B12, D vitamini verə bilərsiniz? Əlbəttə verə bilərik. Yalnız biləsiniz ki, hər bir vitaminlərin bir-birlərinə qarşı əks təsiri ola bilər. Çünki hər bir vitaminin özünə qəbul vaxtları var və onların birgə qəbulunun fəsadları da ola bilər. Siz də mənim kimi bir çox vitamini eyni anda qəbul etməyin faydalı olduğunu düşünürsünüz? Faydalı olduğunu düşünürəm, amma ki, bilmirəm, yəni müntəzəm olaraq bunu qəbul eləmək doğrudur ya yox. Bunu bugün həkimimlə məsləhətləşəcəm. Vitaminler, omega 3'ler, gıda takviyeleri, omega batlar dediğimiz şeyler özüm istifade ediyorum. 13 yıl oldu. Artık böyle diyeyim ki yaşam tarzım benim. Sağlıklı yaşama gıda rasyonumun içine bunu elave ettim. Bəzən həkim məsləhəti olmadan özüm vitaminləri qəbul edirəm. Amma sonra həkimə müraciət edib, həkimin məsləhəti qaydasında yenə vitaminləri qəbul edirəm. Mütəxəssislər isə deyirlər ki, vitamin qəbul etməzdən əvvəl bir sıra vacib məqamlara diqqət etmək lazımdır. Çünki hər kəs öz istədiyi vitamini alıb içə bilməz. Misal üçün, infeksion xəstəliklər, hər hansı xroniki xəstəlikləri olan, mədə-bağırsaq traktında olan problemləri olan adamlar və yaxud rasional olmayan pəhrizlərə əməl edən insanlar, çoxlu karbohidrat qəbul edib sağlam qidalardan uzaq olan insanlar, bariatrik əməliyyat keçirmiş insanlar, bunlarda müəyyən vitaminlərə ciddi ehtiyac duyulur. Səhər yeməyinə qədər dəmir, omega 3, B12, B9, vitamin D. Bu vitaminlər enerji verir və gün ərzində sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Bu üç vitamin isə gün boyu gümrah olmağımızı təmin edir. Protein, sink, vitamin A ikinci səhər yeməyi kimi və ya nahar zamanı daha effektivdir. Çünki protein və sink birlikdə əzələlərin bərpasına, immun sisteminin güclənməsinə kömək edir. Axşam yeməyini isə maqnezium qəbulu faydalıdır. Çünki o sinir sistemini sakitləşdirir. Əgər çatışmazlıq varsa, kalsium da axşam qəbul edilməlidir. Yatmazdan əvvəl isə melatonin içilməlidir, amma hər gün yox. Bu hormon yuxu ritmini tənzimləyir. Ona görə də yatmazdan əvvəl qəbul edilir. Orada həm minerallar, həm mikroelementlər, həm vitaminlər lazımı balanslaşdırılmış və qaydalara uyğun şəkildə təşkil olunmalı, tərtib olunmalıdır ki, həmin preparatların orqanizmə xeyrindən çox zərəri olmamış olsun. Və istənilən dərman preparatından olan toksik təsirlər eyni zamanda vitaminlərdən də ola bilir. Düzgün, balanslı şəkildə və vaxtında müəyyən fasilələrlə qəbul edilən vitaminlər sağlamlığımız üçün daha faydalıdır. Lakin bütün bu vitaminləri yalnız qədərində istifadə etməklə tez bir zamanda müsbət nəticə əldə edə bilərik. Röya Salmanova, Zaur Kaşımov, Tele Səhər.